Sağ olun, bundan qurtardıq biz, bəs vaxt almayaq. Don't want to take much of time. Thank you very much. I just wanted to react to the issue of gender. Yesterday I had a meeting with the United Nations group UNIFEM, and as I understood, they are also going to open an office in Azerbaijan. So it would be very nice to do a regional project trying to raise awareness for violence. Çox sağ olun. Sadəcə ailə daxili zorakılıqla bağlı, tədbirlərlə bağlı söylənənlərə öz fikrimi bildirmək istəyərdim. Qeyd edirəm ki, dünən UNIFEM, Birləşmiş Millətlər Təşkilatının qrupu ilə görüşmüşəm və onlar belə başa düşdüm ki, bu regionda, Azərbaycanda öz ofislərini açmaq fikrindədirlər və mən elə gəlir ki, bu çərçivədə də biz zorakılığa qarşı ümumi layihələr, işlər həyata keçirə bilərdik. Çox sağ olun Sandra xanım. Təkrar biz parlamentimizin rəhbəri, spikeri adından da sizi salamlayırıq. Burada olan qrupumuzun digər üzvləri də çox istəyərdi bu görüşdə olsunlar. Onlar iştirak edə bilmədilər. Biz onların da hamısının adından təkrar sizi salamlayırıq. Və bir daha da vurğulamaq istəyirik ki, sizin bu səfərinizi çox önəmli hesab edirik, çox əhəmiyyətli hesab edirik. Çünki Azərbaycan birinci xanımı, bizim millət vəkili həmkarımız, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım kimi siz də öz ölkənizdə həm təhsil, həm səhiyyə, həm mədəniyyətlə bağlı bir çox layihələri aktiv şəkildə həyata keçirirsiniz və mən inanıram ki, sizin qarşılıqlı həyata keçirəcəyiniz layihələrin Azərbaycana, Gürcüstana və bizim iki ölkəmiz arasındakı münasibətlərin daha da inkişafına müsbət təsiri olacaq. Again, in the end, I would like to welcome you once again in Azerbaijan, to greet you on behalf of the Speaker of our Parliament, as well as those members of our friendship group who would like to, but have not made it possible to participate in this meeting. And once more, I would like to reiterate that we attach great importance to your visit, and we are convinced that joint projects carried out, implemented between our countries due to the efforts of yourself and Mehriban Aliyeva, head of the Heydər Əliyev Foundation, our colleague, member of the parliament, will bring benefit to the good relations between our countries and will contribute to the development of our cooperation. Mən sizin Azərbaycana olan müsbət münasibətinizi vurğuladım. Mehriban xanımın Gürcüstana olan münasibətini məncə bilməyən insan yoxdur. Təkcə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Gürcüstanla bağlı, Gürcüstanda həyata keçirilən bir çox layihələrə, təhsillə, mədəniyyətlə bağlı layihələrə dəstəyi Mehriban xanımın Gürcüstana və Gürcü xalqına münasibətini də ortaya qoyur və biz iki tərəfli bu münasibətlərin bu səviyyəsindən çox təbii ki, hamımız sevinirik. I have already mentioned your positive attitude toward Azerbaijan, but also would say a few words about positive attitude, friendly attitude of the First Lady of Azerbaijan, Mehriban Aliyeva, to Georgia, because joint projects implemented in Georgia in the fields of education and culture are the obvious indicators of her admiration toward Georgia. Və sizə təkrar xoş gəldiniz deyirik. Sizi görməkdən çox şadıq. Tez-tez gəlin. Biz həmişə sevinərik sizi parlamentimizdə görməkdən də və bizim parlamentimizin kiçik bir hədiyyələri var. Əgər icazə versəniz, o hədiyyələri sizə təqdim edərdik və qrupumuz sizinlə bir şəkil çəkdirərdi. So, welcome again. We are delighted to see you in Azerbaijan and in our parliament. Please come more often. Our group has certain presents. With your permission, we would like to present them to you and to have a photo together with you. This is for you. Thank you. Thanks a lot. Could you? Yeah. Thanks a lot. Okay, so it's. You are lucky. Okay, I'm really lucky. Thanks a lot.